Coğrafiyada 4 əsli cəhət var, 4 fər'i cəhət. Yəni hər azad nöqtədən 8 cəhətə getmək mümkündür. Qədim düşüncələrində göyün ortasında dayanıb, bütün cəhətlərə işıq saçan ulduz 8 qanadlı idi. Cənnətin 8 qapısı var. Qocaman Təbrizdə cənnətin bir quşəsi olduğu üçün 8 qapılıdır. Qədimlər Təbrizə 8 cəhətdən, 8 qapıdan get-gəl olurmuş. Sırxab, Bağmeşə, Xiyaban, Nobar, Miyar-Miyar, Cəlzil, İstanbul və Dəvəti qapıları 2400 il Azərbaycanın ən böyük şəhrini qorumuşdur. Təbrizin 8 tarixi qapılarından təkcə Xiyaban və Bağmeşədən qapı başı və azma-çox iz-tozlar yadigarı qalır. Təbriz Böyükşəhər Bələdiyyəsi tarixi qapıları mərəmmət eləməklə qocaman Təbrizin tarixini diri saxlamaq istəyir. Təbrizimizi diri saxlayanların əlinə sağlıq. Barış səsinə səs olun.